Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən 27 sentyabr Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım günündə ölkəmizin hər yerində olduğu kimi Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb. Anım tədbirində Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev tədbirdə çıxış edərək qeyd etmişdir ki, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endiriblər. Şəhid Nahid Məmmədovun atası Hüseynağa Məmmədov və şəhid Şahin İbadovun həyat yoldaşı Zenfira Şahmarova çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Tədbir iştirakçıları şəhidlər xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş. Əbədi məşəl önünə əklil və gül çiçək dəstələri qoymuşlar. Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunur. Daha sonra Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilir.